Belə bir başlıq, qlaukoma xəstələri nə vaxt kör olur? Qlaukoma xəstələri səhlənkarlıq nəticəsində kör olurlar. Səhlənkarlıq. Yəni, onlar vaxtında həkimə müraciət etmirlər və ya həkimin dediyi dərmanları vaxtında istifadə etmirlər. Və bunun nəticəsində də o xəstələr kör olurlar. Çox özəl bir hal var ki, burada xəstənin günahı yoxdur. Ona biz deyirik qapalı bucaqlı qlaukoma krizi, qapalı bucaqlı qlaukoma tutması. Heç kimsə əvvəlcədən belə bir proqnozu gözləmir. Ən çox kimlərdə olur? Əvvəllər demişdik, dar bucaqlı qlaukoması olan və ya dayaz ön kamerası olan xəstələr. Dayaz ön kamerası olan xəstələr çox böyük təhlükə altındadılar. Deməli, gecələr bunlarda bir anda bəbək genəlir, trabekülər şəbəkənin ağzı tıxanmış olur və bir anda gözdaxili təzyiq 80-lərə, 90-lara qalxır və elə dəhşətli bir ağrılar olur ki, o gözləri əksər hallarda qurtarmaq mümkün olmur. Yəni, bir neçə saatin içərisində görmə siniri ölür. Və təcil yardım çağırırlar, onlar hadisənin nə olduğunu başa düşmürlər, təcil yardım gəlir, onlar da çox vaxt anlaya bilmirlər. Sakitləşdirici, ağrı kəsici dərmanlar başlayırlar, amma bu dərmanlar da belə xəstələrdə fayda vermir. Ən qısa müddətdə belə xəstələr əməliyyat olunmalıdır. Əməliyyat olunarlarsa gözü bəzən də görməni qurtara bilirik. Amma qısa müddətdə əməliyyat olmazlarsa gözü itirə bilirik. Buna aid bir təcrübəmi danışım. İllər öncə bir göz tibb bacısı, başqa bir xəstəxanada, daha əvvəllər eyni xəstəxanada işləmişdik. O xəstəxanada tibb bacısı idi. O adam yoldaşını, həyat yoldaşını gətirmişdi göz müayinəsinə. Həyat yoldaşında qlaukoma var idi və bu xanım da dedi, bəs məni də yoxlaya bilərsinizmi? Yoxladıq. Bunda hər şey əladır təzyiq baxımından, amma ön kamerası çox dayazdır. Burada vurğulamaq istədiyim nədir? Genetiklik söhbəti, yəni irsiyyət söhbəti. Ön kamerası çox dayazdır və bu şəkildə də anlattım ki, bəs sizdə ön kamera çox dayazdır, siz qapalı bucaqlı qlaukoma krizi riski altındasınız, hər vaxt belə bir hadisə baş verə bilər. Bu hadisə əksər hallarda gecələr olur, yatanda olur, qaranlıqda olur. Elə dəhşətli ağrılar olur ki, heç bir şeylə ağrının qabağını almaq olmur. Xəstə öyümə, qusma, təcili yardım gəlir, morfin vururlar, belə-belə bu şəkildə danışdım. Nəysə, xəstə getdi. Səhər tezdən işə gələndə, mən işə erkən başlayıram. Səhər tezdən işə gələndə baxdım, həmin adam qapının ağzında hönkür-hönkür ağlayır. Doktor, təcili mənə əməliyyat elə. Nə oldu, baxın, nə məsələdir? Bəs dünən sən danışdın, mən getdim bəzi şeyləri analiz elədim. Mənim başımdan belə bir şey keçmişdi. Deməli, bunun anası yaşlı adam imiş. Bir gün anasının saçına boya qoyurlar, kraska qoyurlar. Ana yatır, gecənin bir yarısında dəhşətli göz ağrıları ilə ana oyanır və elə mənim dediklərimin hamısı olub. Təcil yardım çağırıblar, ora-bura. Ananın gözünü qurtara bilməyiblər. Ananın gözü kör olub. Və ana ölənə qədər də bu xanımı suçlayıb ki, sən dünən axşam mənim başıma boya qoydun, mənim başıma qoyduğum boyadan mənim gözümə zərər verdi, bu hala saldı. Doktor, ömrümün axırına qədər deyir, özümü günahkar hiss eləyirdim ki, mən onu eləmişəm. Sən deyəndən sonra mən başa düşdüm ki, söhbət boya söhbəti deyil. O elə olmalıydı, elə həmin vaxt olmalıydı və o hadisə oldu. Əgər mən də onun qızıyam, məndə də o risk varsa, mən o günü yaşamaq istəmirəm. Ona görə o gün gəlmədən ən yaxın vaxtda mənə əməliyyat et. Bu xəstənin iki gözü də 100% görə bu xəstəni biz əməliyyat etdik. Və ön kamera bucağı açıldı, rahatladı. Şükür Allaha artıq gəlir, gedir, rahatlayıb hər şeydə qaydasındadır. Bəlkə 6 ildir, bəlkə 7 il bundan qabaq əməliyyat olub. Qohum əqrabalarını gətirir, görüşürük, danışırıq və Allaha çox şükür artıq o stresi, o riski atlatdı. Yəni onda artıq bundan sonra qapalı bucaqlı qlaukoma tutması riski ortadan qalxdı. Yəni, bəzi xəstələr gəlir, biz bunlara məlumat veririk. Bəzilərinə çatır, bəzilərinə çatmır. Ona görə çox istəyərdim ki, bu mövzuda diqqətli olsunlar. Həkim dostlarımdan da xahiş eləyərdim ki, belə xəstələri gələndə mütləq o xəstələri bu mövzu ilə əlaqədar məlumatlandırsınlar.